Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İnsanın dostu cibindəki puludur. Pulun varsa sənə hörmət göstərərlər, yoxdursa kənarda qalarsan. Xəbər verir ki, bu sözləri Gün Ortası proqramında müğənni İzzət Bağırov deyib. O cəmiyyətdə belə bir dövrün hökm sürməsindən təəssüfləndiyini bildirib. Baxırlar hansı maşından düşdün, nömrəsi neçədir, əlindəki telefonun markası nədir. Təəssüf ki, indi insanlar bunlara görə qiymətləndirilir. Maşına, qolundakı saatına, geyimlərinə görə bu günə gəlmişik. Əslində yaxşı olan insanlar isə görünmür, itir. Görürsünüzsə abırlı, mərd insan həmişə kənara çəkilir. Gəlin biraz da insanın daxili keyfiyyətinə, insanlığına və illər boyu etdiyi fədakarlıqlara qiymət verək.